Parabadmintona bir gün anamın rəfiqəsi və uşaqları bizim milli badminton komandasında iştirak edirlər. Anama yazdılar ki, Zəhranın idmana həvəsi var, gəlsin, oynasın, bəyənsələr götürəcəklər. Beləliklə Azərbaycan Parabadminton milli komandasına daxil oldum. Əvvəlcə düşündüm ki, mən necə eləyəcəm, yəni necə bacaracam. Məşq elədim, əlimə raket aldım və başa düşdüm ki, mən sırf bu idman üçün doğulmuşam. Avropada gümüş medal qazandım 8-də 1-də. Fransız idi rəqiblərimiz. 3 set oyun getdi və bu oyunda çox həyəcanlandım. Əvvəlcə biraz hesabda geri idik. Amma bu qısım Kristin Komsa geriyə düşməyimizə baxmayaraq təslim olmadım və gümüş medala layiq görüldü. Parabadminton mənim həyatımda bir çox şey dəyişib. Xarici ölkələrə gedib yeni dostluqlar qazanmağı, dünya çempionatına, yəni reytinq xalın düşdüyünü eşidəndə çox sevindim. Hər bir insan 14 yaşında dünya çempionatına gedəmir. Təbii ki, ailədə münasibət hər zaman mənə qarşı mehriban, gülərüzlülər. Məşqdə isə hamı deyir ki, Avropa ikincisi həmin qızdır. Qətiyyən qapanmayın, yəni cəmiyyətdən uzaq olmayın. Gəlin Paralimpiyaya özünüzə aid, yəni bir idman növü tapacaqsınız. Gəlin məşq edin, həm fiziki sağlamlığınıza görə, həm də cəmiyyətdən uzaqlaşmayın deyə. Ölkəmizi beynəlxalq arenalarda təmsil etmək mənim üçün böyük bir qürur mənbəyidir. İnşallah 2028 Paralimpiya oyunlarında da lisenziya qazanıb orada iştirak eləmək xəyalımdır.